Rəsulzadənin xatirəsini anmaq istəyən adam Rəsulzadənin heykəlini, birinci heykəlinin postamentini yığışdırmazdı. İkincisindəki Rəsulzadənin adını universitetdən götürməzdi. Rəsulzadənin ünvanına həqarətlər səsləndirməzdi. Bütün bunları o edib. Yəni bu səmimi addım deyil və heç bir konkret addımı ehtiva eləmir. Yəni o işlər görülməyəcək. Nəyinə lazımdır Rəsulzadə İlham Əliyevin indi? İlham Əliyev başa düşür ki, onun bu seçkilərdəki rəqibi Cəmil Həsənli ciddi, legitim hekayəsi olan bir insandır. Cəmil Həsənli Rəsulzadə irsini də araşdırıb, demokratik cümhuriyyətin ideyalarını təbliğ edir. O, bu hekayə ilə gəlir öz seçicisinin görüşünə. Və o başa düşdü ki, bu hekayə ölkədə indiyə kimi tərəf tutmamış elektorat üçün çox cəzb edici idi. Və ona görə də o öz hekayəsi olmayan rejim bugün Cəmil Həsənlinin hekayəsini əlindən almaq istəyir. Yəni onu oğurlamaq istəyir. O bununla məşğuldur.